Nə zəhvir. Hə qardaş. Ay qardaş, mənim maşınım hardadır? Açarı sizə vermişdim mən. Hə qardaşım başqa dönəm. Bugün mən təcili yasa gedəsi oldum rayona. Sən bugün marşrutla getdi evdə nə olar? Yaxşı? Davay, mən sabah sənə gətirərəm maşını. Narahat olma. Vızqırt da. Nə olub be? Hə, qardaş. Bu maşın nə gündədir? Toz torpaq böyrü də vurulub. Sən maşınımı hara sürmüsən? Qardaş, inan Allahına dönən səndən açarı aldım. Parkovkada yer axtarım, tapanmadım. Dedim yolu dönüm orada da saxlayayım, orada da yer tapanmadım. Bir də gördüm İsmail'də. Elə dedim getmişlə xalam gilədədəm. İnan Allahına yolda qovdum, saat kimi işləyir. Sən elə özüm ölüm. Sağlana qismət. Nə vaxt çıxsan? Qardaş, al mənə yer var. Yox. Heç yoxdur. Qardaş, zəhmət olmasa bir həftədən sonra gəlin. Boş qalan yerlərimizdə sənət qəbulu var. Həm də deyirəm yoxdur, nədir əksən? Ver girməyə dala. Qardaş, al mənə Ələk. Bu binanın altını saxlanı çəkirlər. Bax, belə çəkmirlər, amma binada yaşlılar elə söyüşlə söylək. Sənə çiz qohum olanlara da gəlib çatır. İndi bax da, sən saxla, saxlamanəm. Geç saxlayı, sən də götürən, saxla. Ver. Günah səndə də öyrə. Günah o ikisini 50 mat maşın qaldırmayıb, sənə bu 40 minlik maşın alandadır. Ha, yavaş da. Deyirəm, mən də qız olsaydım, özüm ölüm. Mən də belə maşın sürərdim. Amma yox, mən qız olsaydım, hansısa xiyarın birinə verərdilər ərə. Elə bütün gün evdə oturub belə uşaq təmizləyərdim. Haradaydı o bəxt?